Bəli, indi isə müzakirələrə keçməyin vaxtıdır. Gündəmin bu dəqiqələrində Şərqi Avropa cəbhəsində baş verənlərdən təhlillər aparmaq istəyirik. Çünki artıq gördüyümüz kimi, təqdim etdiyimiz kimi xəbərlər daim yenilənir və bu istiqamətdə yenilənən xəbərlərin də bir qədər də müzakirəyə ehtiyacı var. Hazırda studiyamızın qonağı olan siyasi şərhçi Əhməd Şahidovla danışacağıq. Əhməd bəy, xoş gördük sizi. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. İstiqamətlər çoxdur əslində. Açıqlamalar da bir neçə istiqamətdədir. Biz indi gördük ki, Quterreşin cavabına Rusiyadan yeni bir belə deyək, açıqlama gəldi, mesaj gəldi. Putin belə bir fikir irəli sürmüşdü, bir ortaq idarəçilik məsələsi, beynəlxalq idarəçilik dedi. Bu, Ukrayna-Rusiya münaqişəsini həll etmək üçün daha məhsuldar ola bilər deyə öz fikirlərini çatdırmışdı. Lakin BMT-dən cavab da gəldi ki, hazırki hakimiyyəti biz legitim qəbul edirik. Rusiya yenidən bu sözləri bir qədər də özlərinin mizacı ilə desək cavablandırdılar. Siz necə dəyərləndirirsiniz bu Putinin ortaq nəzəri, daha doğrusu ortaq idarəçilik məsələsini ortaya atması, hazırki məqamda nəyə hesablandı? Ümumiyyətlə bu ortaq idarəçiliyi əldə etməklə Rusiya nə etmək istəyir, məqsədi nədir? Ümumiyyətlə son həftələr Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda davam edən müzakirələr, görüşlər çox təəssüf ki, real bir nəticəyə gətirib çıxarmadı. Hələ də Ukrayna-Rusiya cəbhəsində hər hansı konkret bir sülh müqaviləsi, sülhlə bağlı hər hansı bir nəticə əldə olunmuyor. Səbəb də çox sadədir. Çünki ABŞ administrasiyasının, Donald Trump administrasiyasının Rusiya ilə bağlı bu birbaşa sülh danışıqları Rusiyaya bir qədər də inam verib, əminlik verib və Rusiya, rəsmi Moskva ən maksimalist şərtlər irəli sürüb. Şərtlər nədən ibarətdir? Rus ordusunun indiyə qədər ilhaq elədiyi, nəzarət altına aldığı bütün ərazilər Rusiyanın nəzarəti altında qalır. Ukrayna heç bir halda Avropa İttifaqından NATO-ya qoşulmur və Ukrayna ərazisindəki üçüncü ölkələrə məxsus hərbi birləşmələr çıxarılır və bir də rəsmi Kiyev, yəni Ukrayna xarici nəzarət modeli adı altında idarə olunacaq. Yəni bu nədən ibarətdir? BMT-yə səlahiyyətlər verilir, BMT-yə üzv olan ölkələr Ukraynanı belə deyək, idarə edəcək. Təbii ki, bu bir müstəqil, suveren ölkənin milli maraqlarına ziddir və Ukraynanın prezidenti Vladimir Zelenski də bildirir ki, bu Ukraynanın suverenliyini ciddi şəkildə şübhə altına alır. Heç bir halda bu qəbul edilən deyil. BMT də təbii ki, belə bir mexanizmi əsla qəbul edə bilməz. Çünki Rusiya tərəfi əmindir ki, bu danışıqlarda BMT-nin Təhlükəsizlik Şurasını qatsa, özü və özünə yaxın olan Çin Xalq Respublikası BMT Təhlükəsizlik Şurasında daimi, 5 daimi üzvdən biridir və onların istəkləri, şərtləri qeyri-şərtsiz qəbul olunacaq. Və görünən odur ki, bu Ər-Riyaddakı bu sülh danışıqlarını ciddi şəkildə əngəlləyir və bu səbəbdən heç bir real nəticə yoxdur. Digər tərəfdən də ABŞ-ın istəyi həm qısa bir müddətdə sülh müqaviləsini imzalamaq və eyni zamanda paralel olaraq Ukraynanın mineral sərvətlərini istismar etməklə bağlı müqaviləni Kiyevə imzalatmaq və burada ABŞ şirkətlərinin birinci dərəcəli rolunu xüsusilə qeyd etmək istərdim. Çünki belə olan halda Ukraynanın bütün torpaq mineralları, təbii sərvətləri ABŞ şirkətləri tərəfindən hasil ediləcək, istismar ediləcək və Ukrayna da burada yenə bir ölkə olaraq, müstəqil ölkə olaraq öz təbii ehtiyatlarını istismar etmək hüququnu itirəcək. Çünki yerdə qalan mineral sərvətləri istismar etmək və ya üçüncü ölkələrə satmaqla bağlı Ukrayna yenə ABŞ-ın icazəsini almalıdır. Bu kimi faktorlar rəsmi Kiyevi çıxılmaz vəziyyətə gətirib çıxarıb. Cəbhədə hərbi əməliyyatlar intensivləşir. Nəzərə alsaq ki, qış ayları artıq bitir, baharın gəlişi ilə hər iki tərəf hərbi əməliyyatları intensivləşdirib və sizin də az öncə qeyd elədiyiniz kimi Rusiya artıq aprel ayından başlayaraq hücumları daha da intensivləşdirəcək. Artıq paytaxt Kiyev və Donetskə, Xarkov vilayətlərində hərbi əməliyyatlar intensivləşdirilir və Ukrayna müdafiə ordusu da müdafiə əməliyyatlarını sona qədər həyata keçirmək niyyətindədir. Hətta Rusiyanın Kursk və Belgorod
əyalətlərində də müəyyən strateji obyektləri vurur. Yəni görünən odur ki, Ər-Riyaddakı sülh danışıqları passivləşdikcə, real bir nəticə əldə olunmadıqca döyüş meydanında hərbi əməliyyatlar intensivləşir və Rusiyada xüsusən hərbi əməliyyatları daha da şiddətləndirməklə, paytaxt Kiyevə hava hücumları təşkil etməklə bir növ təzyiqi davam elətdirir. Burada əsas ABŞ-ın Kiyevlə razılaşdırdığı 30 günlük atəşkəs müqaviləsidir ki, bu 30 gün içərisində atəşkəs əldə olunsun, daha sonra tərəflər arasında dialoq davam etdirilsin. Kiyev əslində buna razıdır, amma Rusiya 30 günlük atəşkəsi kifayət saymır və düşünür ki, bu 30 günlük fasilə Ukrayna ordusuna yenidən güc toplamaq və Rusiyaya qarşı hərbi əməliyyatları davam etdirmək üçün bir şansdır. Ona görə Rusiya davamlı bir sülh adı altında belə bir şərtlər irəli sürür. Amma Rusiyanın bu davamlı sülh adı altında irəli sürdüyü şərtlər heç bir halda nə Ukrayna tərəfindən, nə Avropa tərəfindən və görünən odur ki, hələ ki ABŞ tərəfindən də qəbul olunmur. Çünki bu danışıqların ilk prosesində Rusiya çox inamlı bir gediş etdi və düşündü ki, və bugün də planlaşdırır ki, Ukrayna cəbhəsində hərbi siyasi qələbəni tam şəkildə rəsmiləşdirmək və Ukraynanı bundan sonra xarici nəzarət adı altında əslində BMT Təhlükəsizlik Şurasının nəzarətinə vermək və bununla da Ukraynanın bir ölkə olaraq suverenliyini əlindən almağa çalışır. Bu da ki, hələ ki tərəflər arasında qəbul edilmir və bu tərəfdə Avropanın da ciddi bir hazırlığı var, müharibə hazırlıqları var. Bilirsiniz ki, Brüssel öz vətəndaşlarına, yəni Avropa Birliyi vətəndaşlarına 72 saat ərzində hər hansı bir münaqişələrə, təbii fəlakətlərə, pandemiya və bu kimi force-major hallara hazırlıq üçün hazırlıqlar görməyə paket 72 saat sağ qalma paketi hazırlamaq. Burada qida, su, gündəlik tələbat ləvazimatları var ki, bununla bağlı çağırış edir. Bu Avropa ölkələrində artıq yeni bir olası bir dislokasiya, müharibəyə hazırlıq mesajıdır. Hətta Macarıstanın Xarici İşlər Naziri də bunu narahatlıqla qarşıladığını və belə bir müharibənin Avropanın gələcək təhlükəsizliyi üçün, kollektiv təhlükəsizliyi üçün ciddi bir təhdid yaratdığını bildirir. Çünki Avropada artıq əmindirlər ki, ABŞ əvvəlki kimi Ukraynanı ciddi şəkildə dəstəkləmir. Ancaq öz maraqları üçün, xüsusən də maliyyə maraqları üçün, çünki 200 milyard ABŞ dolları dəyərində Kiyevə hərbi yardımlar edilib. İndi Ukraynanın təbii sərvətlərini istismar etməklə 500 milyardlıq bir gəlir əldə etməyə çalışır və belə olan halda Ukrayna Rusiya qarşısında köməksiz, çarəsiz bir durumda qalıb. Avropa bugün Ukraynanın məğlubiyyətini özünün kollektiv təhlükəsizliyi üçün ciddi təhdid görür. Ona görə artıq özü kollektiv surətdə Rusiyaya qarşı hər hansı bir olası bir müharibədə hazırlıqlara başlayıb. Burada Türkiyənin də artan rolunu xüsusən Əhməd bəy, Türkiyə məsələsinə istəyirəm bir qədər sonra toxunaq. Trampla bağlı, Trampın planı ilə bağlı Ər-Riyad görüşlərinin uğursuzluğundan danışdınız. Ciddədəki atəşkəs məsələsi biz bildik ki, həyata keçirilmədi. Tərəflər bir çox maneələr yaratdılar. Əlbəttə ki, Rusiya maneə yaradan tərəf idi. Əgər Avropada biz hansısa müharibə ehtimallarından danışırıqsa, bu ehtimalları Avropada danışılırsa, belə deyək, Trampın da hazırda göründüyü kimi həyata keçirdiyi bütün addımlar uğursuzluğa düçar olursa, biz ciddi olaraq bu ehtimalların təhlükəli həddə gəlib çatdığını hansı halda görə bilərik? Yəni Trump bir planı varmı bu münaqişəni bitirsin, yoxsa artıq biz bu danışdığımız müəyyən ehtimalların həqiqətən də təhlükəli hal aldığını, ciddiləşdiyini görə bilərik? Mən deməzdim ki, Ər-Riyad görüşləri tam şəkildə uğursuzdur. Çünki ən azından birbaşa bir təmas var, dialoq var ABŞ-la Rusiya arasında, Ukraynanın da qismən iştirakı ilə bağlı və bu görüşlərdə real nəticə hələ ki əldə olunmasa da, Ər-Riyad görüşlərinin davam etdirilməsi ilə bağlı hər iki tərəfin təşəbbüsü var və yaxın həftələrdə yenidən bu görüş Ər-Riyadda davam edə bilər. Burada təbii ki, ABŞ istədiyini əldə etmədikcə, həm Rusiyadan, xüsusən də Rusiyadan Ukraynaya hərbi yardımları davam etdirəcəyi ilə bağlı fikirlər var. Yəni bugün ABŞ Senatında Ukraynaya yeni hərbi yardım paketinin müzakirələri gedir. Bu eyni zamanda Rusiyaya da bir mesajdır ki, əgər Donald Trumpın irəli sürdüyü şərtlər Rusiya tərəfindən qəbul edilməzsə və qısa bir müddət ərzində atəşkəs əldə olunmazsa, ABŞ məcburdur ki, Ukraynaya hərbi yardımları hazırda qəbul edilmədiyini görə, hətta Putin yeni tələbləri irəli
irəli sürür. Yəni yaxın dönəmdə biz həqiqətən də hansısa bir yardımların gələ biləcəyini görə bilərikmi? Çünki bir tərəfdən də Zelenski deyir ki, bizə pulsuz heç nə verməyəcək bundan sonra Amerika Birləşmiş Ştatları, hətta bu və ya digər şərtlər qoya bilər. Bu dediyi əlbəttə ki, mineral sazişdir, digər şərtlərdən də danışır. Əvvəlki kimi yardım olmayacaq. Təbii ki, Biden administrasiyası dövründəki qədər 100 milyardlarla dollar yardımdan söhbət gedə bilməz. Əgər Vaşinqton və Kiyev arasında o təbii sərvətlərin istismarının ABŞ şirkətlərinə verilməsi ilə bağlı müqavilə imzalanarsa ki, artıq Vaşinqton yeni redaktə olmuş variantı Kiyevə göndərib. Əgər Kiyev məcbur qalıb bu müqaviləni hər nə qədər istəməsə də, şərtləri qəbul etmək istəməsə də imzalayarsa, ABŞ artıq Ukraynanın təhlükəsizliyinin təminatçısı rolunda çıxış eləyəcək və Rusiyanı da məcbur edəcək bu şərtləri ilə sülh müqaviləsi imzalansın. Əks təqdirdə təbii ki, eskalasiya davam edəcək. Rusiya Avropaya, xüsusən də Baltikyanı ölkələrə yeni hücum əməliyyatları, hibrid müharibəyə, daha sonra hərbi müdaxilələr edə bilər ki, bu artıq Brüsseldə ciddi narahatlığa səbəb olub. Bugün o 72 saatlıq hazırlıq paketinin vətəndaşlara tövsiyə edilməsi, bu artıq Avropanı gözləyən yeni müharibənin ilk işartılarıdır. Artıq Almaniya, Fransa, Böyük Britaniya bu barədə danışıqlar aparır. Avropanın kollektiv təhlükəsizliyində ABŞ-a çox da güvənməli olmadıqlarını və özləri, öz gücləri hesabına Avropanın təhlükəsizliyini və Rusiyadan müdafiəsini təmin etməklə bağlı müzakirələr gedir. Hələ ki, sülh danışıqları davam edir. Rusiya maksimum şərtlər irəli sürür ki, daha çox qazanclı çıxsın bu danışıqlardan və sonunda Ukrayna müharibəsində hərbi, siyasi qələbə qazanmış bir ölkə olaraq elan edilsin. Putinin əsas istəyi budur. Amma düşünmürəm ki, ABŞ Rusiyanın bütün şərtlərini qəbul edəcək. Sadəcə bu siyasətdir. İndi müəyyən şərtlər irəli sürüb, onun yarısına qəbul etdirmək də Rusiya üçün müəyyən bir qazanc olacaq və digər tərəfdən bugün Ər-Riyad görüşündə eyni zamanda Qara Dənizdə qaz nəqlinin, taxıl nəqlinin və həm Ukraynaya, həm də Rusiyaya məxsus limanların təhlükəsizlik fəaliyyətinin təşkil olması ilə bağlı razılıq əldə olunub. Bu, elə Ər-Riyad görüşünün heç də uğursuz olmadığını deməyə əsas verir. Artıq tərəflər Ukraynaya məxsus, Rusiyaya məxsus limanlara qarşılıqlı şəkildə hücumların edilməməsi ilə bağlı və həmin dəniz limanlarının sərbəst və təhlükəsizlik fəaliyyətinin göstərməsi ilə bağlı artıq razılıq əldə ediblər. Bu müəyyən uğur sayılablar, amma tam şəkildə atəşkəsin əldə olunması ilə bağlı hələ ki bir razılıq yoxdur. Növbəti həftələrdə bu danışıqların davam etdiriləcəyi gözlənilir. Avropa İttifaqı Ukraynaya dəstəklər və yaxud da ki, Ukraynanın təhlükəsizliyi məsələsini müzakirə edir. Bu istiqamətdə hansı addımlar ata bilərlər deyə müəyyən mülahizələr var, amma biz gördük ki, hələ də praktiki addımlar atılmayıb, hələ də atılmır. Ağ Ev görüşündən bu tərəfə bu məsələ çox danışılır. Bir neçə dəfə Avropa İttifaqı rəsmilərinin görüşləri keçirildi. Həm fiziki formatda, həm onlayn formatda. Biz artıq mart ayının 27-si Parisdə bir sammitin həyata keçirdiyini gördük, amma vahid bir fikrə gələ bilmirlər. Hərbi kontingent mi göndərsinlər və yaxud da ki, hansı formada yardım həyata keçirsin, nə etsinlər Ukraynaya yardım istiqamətində və beləliklə də zaman Ukraynanın əleyhinə işləmiş olur. Amerika Birləşmiş Ştatlarından da yardımlar artıq kəsilib. İndiyə qədər Joe Bidenin belə deyək, söz verdiyi yardımlar gedir. Hələ bir neçə ayda gedəcəyi gözlənilir. Bəs belə olan halda indi biz danışırıqsa, Rusiya yaxın 3-9 ay ərzində hətta belə bir plan hazırlayıb hücum eləsin və güclü hücumdan söhbət gedir, planlı hücumdan. O zaman biz cəbhədə başqa nələrin şahid ola bilər? Hərçənd indi siz siyasi formada bunları təhlil edirsiniz, amma ümumi bunu necə görürsünüz bu mənzərəni? Ümumiyyətlə Avropa bu günə qədər ABŞ-ın belə deyək, arxa bağçası formasında fəaliyyət göstərirdi. Yəni Avropanın özünün vahid ordusu belə yoxdur və bu günə qədər Avropanın Ukraynaya etdiyi hərbi və maliyyə yardımları əslində ABŞ-ın təşviqi ilə baş verirdi və bu gün ABŞ ciddi şəkildə Rusiya ilə danışıqlar aparır və Ukraynaya həminki qaydada, həminki səviyyədə yardımlar etmirsə, bu artıq Avropanı da çarəsiz bir, çıxılmaz bir vəziyyətə salıb. Avropa bugün artıq Amerika Birləşmiş Ştatlarının dəstəyi olmadan özünün kollektiv təhlükəsizliyini düşünmək məcburiyyətindədir və onlar yaxşı anlayırlar ki, Brüsseldə Ukraynanın məğlubiyyəti tam şəkildə
məğlub olması artıq Avropanın növbəti hədəf olaraq Rusiyanın qarşısına çıxarır və belə olan halda bugün məcburdur Avropa ölkələri Ukraynaya yardımı davam etdirsinlər. Burada da əsas aparıcı ölkələr hansılardır? Almaniya və Fransa, digər Avropa İttifaqı olan ölkələr, xırda ölkələrdir. Əsas Almaniya, Fransadır və bir də Böyük Britaniyanın dəstəyi ilə Ukraynada Rusiyaya qarşı müqaviməti davam elətdirməyə, eyni zamanda özlərinin də təhlükəsizliyini təmin etməyə, kollektiv bir ordu şəklində özlərini müdafiə etməyə məcburdurlar. Ona görə az öncə dediyim kimi artıq Türkiyənin də burada artan rolu var. Avropa İttifaqı ölkələri anlayırlar ki, Türkiyənin bu prosesə daxil edilməsi və nəzərə alsaq ki, NATO-nun ikinci güclü ordusu olan Türkiyə Cümhuriyyətinin bu prosesdə iştirakı Avropanın təhlükəsizliyini daha da gücləndirər və digər tərəfdən Türkiyə-Rusiya münasibətləri də burada önəmli rol oynayır və ABŞ-ın dəstəyi olmadan Avropa İttifaqı heç bir halda tək başına Rusiyaya qarşı müharibə aparmaq iqtidarında deyil. Belə bir təcrübəsi yoxdur. Çünki Avropa İttifaqının özünün kollektiv bir ordusu yoxdur. Ayrı-ayrı ölkələrin orduları var ki, onlar ABŞ-ın patronajlığı altında, NATO çətri altında bugünə qədər fəaliyyət göstərirlər. ABŞ-ın öz əlini çəkməsi bu Ukrayna məsələsində Avropa ölkələrini ciddi şəkildə narahat edir və onlar düşünürlər ki, əgər Rusiya bu danışıqlardan qazanclı çıxsa və hərbi siyasi qələbə əldə eləsə, yaxın 3-5 il ərzində yenidən güc toplayıb, ilk növbədə Baltikyanı ölkələrə, Latviya, Litvaya, Polşa, Estoniya, Finlandiyaya hücumlar edə bilər. İsveç, Norveç bu məsələdə çox narahat görünür ki, onlar bugün artıq öz bütcələrində hərbi bütcələrini artırmağa qərar veriblər ciddi şəkildə və eyni zamanda Brüsseldən gələn təlimatlarla artıq 72 saatlıq müharibə hazırlıqları bu artıq ciddi bir mesajdır. Hərçənd ki, Avropa İttifaqının bəzi ölkələri, o cümlədən Macarıstan buna etiraz etsə də, bunun qoca qitədə böyük bir müharibəyə gətirib çıxaracağını və bunun yeganə çıxış yolunun dialoq yolu ilə həll olunmasını örnək göstərsə də, artıq Avropa İttifaqında özünü qorumaq və Rusiyaya qarşı müharibəyə hazırlaşmaq üçün ciddi fikirlər, müzakirələr davam edir. Əhməd bəy, son olaraq bir istəyirəm ki, Erdoğan və Pezeşkiyan telefon danışığına da toxunaq, o istiqamətdə də fikirlərinizi alaq. Əlbəttə ki, iki tərəfli münasibətlər həm də regional məsələləri müzakirə elədilər. Regional məsələ dediyimizdə bugün İsrailin atəşkəsi pozması, müxtəlif əraziləri Qəzzanı bombalaması, Beyrutu 4 aydan sonra bombalaması məsələsi göz önünə gəlir və ehtimal və güman edilir ki, bu istiqamətdə daha çox müzakirələr aparılıb. Siz necə dəyərləndirirsiniz telefon danışığını, hansı öngörüləriniz var? Ümumiyyətlə, Türkiyə və İran İslam Respublikası təkcə iki tərəfli münasibətlərdə deyil, regional və dünya miqyaslı məsələlərdə də aparıcı ölkələrdə, xüsusən də yaxın şərqdə vəziyyəti nəzərə alsaq və İran dəstəkli Həmas Hizbullah qruplaşmalarının artıq de facto sıradan çıxarılması və İsrailin atəşkəsi pozaraq yenidən Qəzza zolağında hərbi əməliyyatlara başlaması təbii ki, bu narahat vericidir. Ümumiyyətlə, İsrailin məqsədi heç də davamlı atəşkəs əldə olunması deyil. İlk növbədə İsrailli girovların geri qaytarılmasından sonra yenidən Qəzza zolağında hərbi əməliyyatları bərpa edəcəyi gözlənilirdi və İsrail rəsmiləri açıq şəkildə bildirirlər ki, Qəzza zolağı tam şəkildə İsrailin nəzarəti altında olmalıdır. Həmas bölgədən çəkilməlidir və Fələstin milli hökumətinə verilməlidir bu bölgə. Bu təbii ki, İran tərəfindən qəbul edilən deyil. Türkiyənin də mövqeyi burada hardasa İranla üst-üstə düşür. Bu baxımdan Erdoğan və Pezeşkiyanın telefon danışması təkcə iki ölkə arasında münasibətlərə deyil, eyni zamanda yaxın şərqdəki vəziyyətlə bağlı Fələstinə dəstək, humanitar yardım məsələsini özündə ehtiva edir. Eyni zamanda son günlər dünya gündəmində olan ABŞ prezidenti Donald Trump'ın İran prezidentinə göndərdiyi, ali dini liderə göndərdiyi məktub və İran tərəfindən negativ cavab. Bu, İran ətrafında, belə deyək, halqanın daralması deməkdir. ABŞ və İsrail artıq İranın proksi qüvvələrini sıradan çıxarmaqla, bu həm Hizbullah olsun, Həmas olsun, həm də Husilər olsun, İranın əlini qolunu bağlayıb sonunda İrana qarşı hərbi əməliyyatları həyata keçirəcəklər. Bu labüddür. Bu Ağ Evdə də geniş şəkildə müzakirə olunur və İran indidən öz ətrafında daralan halqada yeganə çıxış yolu kimi Türkiyə ilə əməkdaşlığı görür. Çünki Rusiya ilə hər nə qədər aralarında strateji müttəfiqlik anlaşması olsa da son vaxtlar Vaşinqton və Moskvanın hardasa ortaq mövqedən çıxış eləməsi
bir çox məsələlərdə İranı da Rusiyaya çox da etibar etməməyə məcbur eləyir. Bu baxımdan Türkiyənin də artan rolu yenidən Tehranın Ankaraya müraciət etməsinə gətirib çıxarıb və mən əminəm ki, burada bu telefon danışığında həm yaxın şərqdəki vəziyyət, həm də İran ətrafında bu hərbi əməliyyatlar məsələsi, İrana gözlənilən hücum əməliyyatları müzakirə edilir. Çox sağ olun, təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiniz və suallarımızı cavablandırdınız. Qeyd edək ki, Şərqi Avropa cəbhəsindən xəbərləri təqdim etdik. Əlbəttə ki, hazırda Rusiya-Ukrayna cəbhəsində nələr baş verir, son danışıqlar və danışıqların istiqaməti, həmçinin də Erdoğan və Pezeşkan telefon danışığına da bir qədər toxunduq, onun üzərində də təhlillər apardıq. İndi isə davam edirik.